Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. Bir zaman Rəbbim mələklərə dedi, mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam. Mən ona biçim verib, öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin. Mələklərin hamısı ona səcdə etdilər. Yalnız iblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi. Allah dedi, ey iblis, nə üçün sən səcdə edənlər arasında deyilsən? İblis dedi, sənin başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz. Allah dedi, oradan çıx, artıq sən qovuldun. Haqqı hesab gününə qədər sənə lənət olacaqdır. İblis dedi, ey Rəbbim, onların dirildiləcəkləri günə qədər mənə möhlət ver. Allah dedi, sən möhlət verilənlərdənsən, ancaq məlum vaxtın gününə qədər. İblis dedi, ey Rəbbim, sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib, onların hamısını azdıracağam. Yalnız sənin seçilmiş, ixlaslı qullarından başqa. Allah dedi, bu, mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qulların üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa.